Azərbaycan dilindən test nümunəsi 2. Uzun paltar ona çox yaraşırdı cümləsi haqqında yanlış fikri seçin. Cümlə necə sualına cavab verən sözlə başlayır. Bəli, A variantı doğrudur. Uzun paltar necə sualına cavab verdi. A doğrudur. B-də cümlədə zərf işlənib. Bəli, həqiqətən də çox sözü feilə aid olduğu üçün çox yaraşırdı. Çox sözü olacaq kəmiyyət zərfi. C variantı cümlənin mübtədası yoxdur. Niyə? Axı paltar sözü cümləmizin mübtədasıdır. Nə edirdi? Yaraşırdı xəbər. Nə yaraşırdı? Paltarımız oldu mübtəda. C variantı səhvdir. D variantı xəbəri düzəltmə sözlə ifadə olunub. Xəbərimiz nə oldu? Yaraşırdı feili. Yaraşırdı feili uşaqlar. Yaramaq feilindən yaranıb, olub yaraşmaq. Bəli, həqiqətən də xəbər düzəltmə sözlə ifadə olunub. Cavabımız oldu C variantı.